Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr və Deflimpiya üzrə Taekvondo milli komandalarının üzvlərinin iştirakı ilə birgə təlim məşq toplanışına start verilib. 2 həftə davam edəcək təlim məşq toplanışının əsas məqsədi milli yığma komandanın əsas heyətinin formalaşdırılması üçün seçim məşqlərinin keçirilməsidir. Qeyd edək ki, toplanış müddətində idmançıların fiziki və texniki hazırlıq səviyyəsi qiymətləndiriləcək. Təlim məşq toplanışında bizdə ilk dəfədir başlayıbdır. Yeniyetmələrdən ibarət yığma komandanın tərkib hissəsidir. 1-ci, 2-ci, 3-cü yer tutmuş idmançılardan seçilmiş komandadır. Və bizlə birlikdə Deflimpiya milli komandası da məşq eləyirlər. Bizim ilk məşqimiz olaraq pilometrik və tekvando məşqləri olacaq bu günləri. Siz gördüyünüz kimi pilometrik məşqimiz bitdi. İndi 5 dəqiqə istirahətdən sonra tekvando məşqlərimiz davam edəcək. Bizi iyul ayının axırında Batumi Open yarışı gözləyir. İnşallah ki, o yarışda iştirak edib, sonra növbəti yarışlarda iştirak etmək üçün məşqlərimizi davam etdirərik.